Allergiyadır. Keçər deyib, laqeyd yanaşmaq düzgün deyil. Yaz fəsli günəşin və təbiətin canlanması ilə yanaşı mövsümi allergiyaların da ən aktiv dövrü hesab olunur. Təəssüflər olsun ki, allergiyanın tam müalicəsi olmasa da bu halı nəzarətdə saxlamaq həm mümkün, həm də vacibdir. Əks halda sadə görünən əlamətlər zamanla daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Maya Sabir qızı mövzunu davam etdirir. Yazın gəlişi təbiəti canlandırsa da minlərlə insan üçün bu fəsil allergiya mövsümünün başlanğıcı deməkdir. Ağac və bitkilərin havaya yaydığı polenlər xüsusilə həssas insanlarda allergi reaksiyaları artırır. Ən çox rast gəlinən əlamətlər isə ardıcıl asqırma, burun axıntısı, gözlərdə qaşınma və qızartıdır. İstər sinusit olsun, qulaq problemləri olsun, bronkial asma, yuxu pozğunluğu, hətta xroniki yorğunluğa belə gətirib çıxara bilər. Qidalanmaya da xüsusi fikir verməlidir belə şəxslər. Belə ki, bəzi şəxslərdə müəyyən qidalar bu respirator allergiyanı daha da gücləndirə bilər, ağırlaşdıra bilər. Ona görə qida rasionuna fikir vermək, sağlam həyat tərzi keçirmək hər zaman olduğu kimi bu xəstələrə də, bu şikayəti olan xəstələrə də biz tövsiyə edirik. Pediatrların sözlərinə görə son illərdə uşaqlarda da mövsümi allergiyalar daha geniş yayılıb. Bu uşaqlarda özünü burun axıntıları ilə, şəffaf burun axıntısı ilə, tez-tez asqırmalarla, gözlərin qızarması, qaşınması, hətta burun qanadlarının qaşınması, gecələr xırıltılı öskürək, ağzı açıq yatmaq, burun tənəffüsünün pozulması, qida allergiyalarına keçsək, qidalarla bağlı olan allergiyalar da bəzən mövsümi xarakter daşıyır. Çünki bəzi mövsümi meyvələr var ki, onları yedikdən sonra uşaqlarda da qida allergiyası əlamətləri özünü göstərə bilir. Həkimlər valideynlərə uşaqları tozlu və küləkli havadan qorumağı, açıq havadan sonra isə əllərin və üzün yuyulmasına diqqət etməyi tövsiyə edirlər. Allergiyası olan şəxslərə isə səhər saatlarında açıq havada uzun müddət qalmamaq məsləhət görülür.